Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz yenə də nəfsin xəstəliklərinin müəyyən edilməsi haqqında olacaq inşallah. Yadınızdadırsa, ötən verilişimizdə qeyd etmişdik ki, insan bədənində olan qüvvələrin öz yolundan çıxması iki qismə bölünür. Ya kəmiyyət baxımından da, ya da keyfiyyət baxımından da. Və dedik ki, kəmiyyət baxımından da öz yolundan çıxması iki hissəyə bölünür. Ya hər hansısa bir məsələdə ifrat etmək, ya da ki, təfrit etməklə nəticələnir. Bugün isə bu qeyd etdiyimiz qüvvələrin onların misallarını çəkmək istəyirik. Ağıl və şəhvət qüvvəsinə inşallah bugün misallar çəkəcəyik. Deməli, ağıl qüvvəsində kəmiyyət baxımından ifrat etməyə bir neçə misal çəkmək olar. Onlardan birincisi budur ki, məsələn, bir insan lazımsız yerə, məsələn, bəzi məsələlər haqqında düşünməsi. Elədən var da görmüşük ki, bütün günü zehnini lazımsız məsələlərlə məşğul edir. Halbuki bu düşündüyü şeylər nə onun dünyasına faydası var, nə də ki, axirətinə. Amma bütün günü zehnini bu şeylərlə məşğul edir. Buna ikinci misal da çəkmək olar ki, məsələn, bir insanın başa düşülməsi mümkün olmayan şeylər haqqında düşünməsi. Misal üçün, elə adam var ki, məsələn, fikirləşir, göydəki ulduzların sayı nə qədərdir? Və yaxud da ki, başımdakı, məsələn, tüklərin sayı nə qədərdir? Bu sənin nə dərdir, nə deyəcək? Sənin başında nə qədər tük var ya yoxdur? Var elə insanlar var ki, həqiqətən bu cür yersiz şeylər düşünürlər. İnsanın əsas başındakı tük yox. Elə adam var, başında bir dənə tük yoxdur, amma başın içi elmlə, savadla doludur, ağılla doludur. Adam da var, saçı az qala çiyninə düşür, amma başın içində 1 qram ağıl yoxdur. Yəni, əsas məsələ başın içidir. Başın çölünün tükün olub olmaması mühüm deyil. Deməli, ağıl qüvvəsində kəmiyyət baxımından təfrit etməyə isə belə bir misalda vurmaq olar ki, bir insanın axmaqlıq və nadanlıq etməsi. Var da görmüşük cəmiyyətdə elə insanlar var ki, yerli yersiz nə gəldi danışırlar. Məsələn, lazımsız yerdə lazımsız sözlər deyirlər, lazımsız yersiz hərəkətlər eləyirlər. Yəni, o yerdə ki, danışmaq lazım deyil, danışırlar. Həqiqətən də cəmiyyətdə bu cür insanları biz görmüşük ki, bu da bu qüvvədə, ağıl qüvvəsində kəmiyyət baxımından təfrit etməyə gətirib çıxardır. Və indi isə ağıl qüvvəsində keyfiyyət baxımından anormallığa, belə deyək də, səbəb olan məsələlər haqqında danışmaq istəyirəm ki, o da budur ki, məsələn, bəzən görürsən ki, bir insan üçün kamal hesab edilməyəcək, bir insana faydası olmayacaq bəzi şeylərlə məşğul olmasını misal çəkmək olar. Elə insanlar var, görmüşük ki, gedir, məsələn, kahinliklə məşğul olur, yoga ilə məşğul olur, nə bilim, belə deyək də, faydası olmayan əbəs yerə boş-boş elmi bəhslərə, mübahisələrə girir ki, bunların ona heç bir faydası yoxdur. Halbuki bu insan özünü bu kimi şeylərlə məşğul eləyir ki, bu da əqli cəhətdən keyfiyyətin pozulmasına gətirib çıxardır. Və indi isə, dəyərli izləyicilər, şəhvət qüvvəsində kəmiyyət baxımından ifrat etmək haqqında bir neçə misalı diqqətinizə çatdırmaq istəyirəm. Bir şəxsin meyli, iştahı olmadığı bir halda təzədən oturub yenə yemək yeməsi. Məsələn, fərz eləyin ki, bir nəfər 1 saat bundan qabaq yemək yeyirdi. İndi görür, bir nəfər oturub yenə yemək yeyir, başlayır bu da ondan oturub yeməyə. Halbuki nə aclığı var, nə də iştahı. Yenə bu insan da bu məsələdə ifrat eləyir. İndi isə şəhvət qüvvəsində kəmiyyət baxımından təfrit etməyə də belə bir misalı çəkmək olar. Yəni, bir insanın, belə deyək də, bu cinsi əlaqədən tamamilə əl çəkməsini, yəni hətta öz zərurət miqdarında belə öz təbii tələbatını ödəməməsini. Biz ötən bəhslərimizdə də bu barədə danışmışdıq ki,
bunun bir çox fəsadları var ki, o cümlədən insan sağlamlığına zərərləri var və əgər fərz edin ki, insanların hamısı bu şeydən əl çəksələr, onda yer üzündə insan nəsli kəsilər. Yəni insan nəslinin kəsilməsinə belə gətirib çıxardar bu məsələ. Bir nəfərin yeyilməyəcək şeyləri yeməsini və yaxud da ki, haram şeyləri yeyib içməsini də misal çəkmək olar ki, bu da bu məsələdə keyfiyyət baxımından anormallığa gətirib çıxardan hallardır. Qəzəb qüvvəsində kəmiyyət baxımından təfrit etməyə belə bir misallar çəkmək olar. Bunların birincisi budur ki, bir insanın həddindən artıq çox qəzəblənməsini misal çəkə bilərik. Görmüsünüz də, bəzi insanlar var ki, evdə, eşikdə yerli yersiz hər bir şeyə əsəbləşirlər. Yəni, cüzi bir şeyə də reaksiya verirlər. Həm evdəkilərin qanını qaraldırlar, həm də eşikdə öz ətrafındakı dost-tanışının qanını qaraldırlar. Onlara, belə deyək də, mənfi təsirlər qoyurlar ki, belə insanlar bu baxımdan əsəb cəhətindən, qəzəb cəhətindən ifrat edirlər. Buna ikinci bir misal da çəkmək olar ki, bir insanın qisas almaqda öz həddini aşması. Məsələn, fərz eləyin 2 nəfərdilər, bunlardan biri bıçaqla, bir bıçaq zərbəsi ilə o birisini vurdu, öldürdü. İndi bu ölən şəxsin yaxınları gəlib, fərz eləyin ki, bu qatili tutub 10 bıçaq zərbəsi vururlar. Yəni ona əziyyət verə-verə, işgəncə verə-verə onu öldürürlər. Baxın, bu olmaz. Əgər biri sənə hər hansı şəkildə belə deyək də zərbə vurubdursa da, ziyan yetiribdirsə də, sən də həmin miqdarda ona zərbə vurmalısan, zərər yetirməlisən ki, bağışlaya bilsən ki, lap yaxşı. Baxın, Həzrəti Əli əleyhissalamın qatili olan İbn-i Mülcəm lənətullahi əleyh ki, Həzrəti Əli əleyhissalama bir qılınc zərbəsi vurdu. Onda İmam Əli əleyhissalam Həzrəti Həsən əleyhissalama buyurdu ki, əgər mən bu bir qılınc zərbəsindən ölsəm, şəhid olsam, siz də ona bir qılınc zərbəsi vurun. Baxın, imam demədi, onu tutun, parçalayın, tikə-tikə eləyin, mən imamla məni vurdu. Yəni, imama belə bir qılınc zərbəsi vuruldu. İmam buyurur ki, onun miqdarı nədir? Siz də ona bir qılınc zərbəsi vurun. Nəinki durub həmən insandan, belə deyək də, vəhşicəsinə həddi aşaraq qisas alaq. Dəyərli izləyicilər, bu mövzumuz da burada tamam oldu. Allahdan arzu edirəm ki, hər birimizə nəfsini, belə deyək, ruhumuzu çirkin xasiyyətlərdən, mənfi xüsusiyyətlərdən təmizləməyi bizlərə tövfiq versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.